Gün gedirik Prime Gym-ə. Gəzdiyimiz alanın ismini görməmişəm. Burada hər bir məşq eləmək olar. Amma əslində da geniş bir polya var. Qantunlar hamısı yeni nəsil daşlardandır. 3D formasında göstərən əzələ qrupudur. Zal o qədər böyükdür ki, qanteri götürmək üçün uzun bir yol qət edirik. Göstərə bilməyəcəyik çünki burada bağlıdır və bunu açmaq lazımdır. Nəysə, bunu sonra göstərərəm. Onu kəsərəm. Hamıya salam dostlar, mən Vasif. Bugün yeni YouTube videosu ilə qarşınızdayım. Daha doğrusu yeni zalla qarşınızdayım. Bugün Prime Gym-dəyik, bugün təkəm. Girəcəm içəri zalı, incələyəcəm. Zal Altabada yerləşir, 20 yanvar metrosuna yaxındır. Altdan ünvanı yerləşdirəcəm. Girə görə zal necədir, fərqini aparıb tapırıq, neyinirik, getdik. Dostlar, dediyimiz kimi Prime Gym-dəyik. Bura Prime Gym-in bar bölməsidir. Məşqdən sonra istəsəz qida təqviyələrindən istifadə edə bilərsiniz. Qrezalla tanış olaq. Zal kod sistemi iləndir. Girişdə kod verirlər və abunəlik sistemi də var. Prost müasir sistemlərdən ibarətdir. Zalın sağ tərəfində klassik kardiyo aparatları var. Gəl belə baxaq. Kardiyo aparatları var. Lojlar var, Begavoy var. Düzdür, axırıncı gəzdiyimiz zallarda kimi geniş deyil, amma yenə də yetəri qədər var. Burada kürək üçün var. Belə demək olar, bura kürək üçündür. Kürək üçün row hərəkəti var. Bura görək. Burada klassik sinə aparatıdır. Sinə üçün, ümumi sinə üçün. Bura ayağın arxası üçündür. Bu ayağın qabağı üçün. Ayaq üçün də kifayət qədər aparat var. Bu həmişə göstərdiyimiz pack fly'dir. Həm istəsən çiyin arxası üçün, həm də istəsən formada. Sonra qəbra, təbii. Fərqli gördüyüm 2 dənə aparat var. Onları bugün yoxlayacağıq. Bu kürək üçün. İstərsən bu tutuşda elə. Bu genişlər üçündür. Və yaxud istərsən bu tutuşda kürək üçün istifadə edə biləcəyiniz aparatdır. Box kimdir. Və heç zalda gəzdiyimiz zalların ismini görməmişəm. Bir də bunu gördüm burada. Yəni, bu kürək üçün birəbir aparatlardan biridir bu vəziyyətdə. Və yaxud bu tutuşda eləyə bilərsiniz. Bunun ən qəşəng avantajlarından biri odur ki, çox adam row hərəkət eləyə bilmir. Ya belində problem olur, ya gücü zəifdir. Əsasən beli zəif olanlar üçün. Burada stoyka uzanırsınız və belə heç bir yük düşmür. Bütün yük düşür kürəyə və qollara. Bu formada dartıb işləyə bilərsiniz. Bunun bu zalda olması çox böyük bir avantajdır. Sonra burada müasir Smith aparatımız var. Gəzdiyimiz zallardan çoxundan müasirdir. Bunu da yoxlayarıq. Burada da geniş bir polya var. Qanter kesit çeşidliyi var. Bu da Silver'da da var idi. Burada da var idi. Curl'lərdir. İstənilən çəkiyə qədər curl var. Sonra daşlar müasirdir, köhnə daşlar yoxdur. Deməli, hamısı yeni nəsil daşlardandır. Burada klassik leg curl var, bu da müasir formadadır. Burada ayaq üçün istər qabaqda, istər bu formada eləyə biləcəyin şey var, ayaq var və bunu istəyirəm bu formada göstərim. Belə eləyə bilərsiniz. Bu formada. Bu da gəzdiyim zallarda yox idi. Amma Prime Gym-də var. Və yaxud bunu qabaqda da eləyə bilərsiniz. Bu formada eləyə bilərsiniz. Kimə necə rahatdır. Burada squat üçün qəşəng bir dənə aparat var. Bu kəmər bura bağlanır. Belə bağlanır. Və burada oturursunuz, çəki. Sizi qaldırır. Prosto belə göstərək. Göstərə bilməyəcəyik çünki burada bağlıdır və bunu açmaq lazımdır. Nəysə, bunu sonra göstərərəm.
Klasik burada 1 kilodan başlayan daşlarımız var. Bu hər zalda var. Bizim zalda da var. Sonra burada gördüyüm qədərinə sinə polyasıdır. Bura ümumi sinə, bensin alternativ variantıdır. Hoppa. Bu vəziyyətdə. Sonra alternativ sinənin üstü var. Bu yenə hər zalda var. Burada da var. Bu vəziyyətdə. Yox, bu sinə deyil. Bu çiyindir. Çiyin üçün. Burada klasik bench press var. Burada da inclined press var. Zal kifayət qədər yekədir. Kifayət qədər aparatlar var. Müasir aparat var. Köhnə üsulla olan aparatlar var. Zalda demək olar, bu zallarda dediyimiz kimi yox səviyyəsindədir. Hər şey var. Hər qantel var. Burada da maksimum çəkilər. Gəl bura. Burada maksimum çəkilər 45 kiloya qədərdir. Ən maksimum çəki qantellərdə 45 kilodur. Və yenə də istənilən hər çəki var. Hər çəkidən demək olar 2-2-dir. 2 dənə 10 kilo, 2 dənə 15 kilo. Çəkilər amma şeyə baxanda, texnocimə baxanda çəkilər burada 5-5 artır. Bir yerdən sonra çəkilər 5-5 artır. Zalımız bundan ibarətdir. Prime Gym, yenə deyirəm, 20 yanvar ərazisində yerləşir. Altdan full yeri paylaşacağım. Bir də günkü kürək məşqi gördüm orada. Kürək məşqini yoxlayaq. Məşq eləyirə də qısa məlumatlar verəcəm sizə. Dostlar, bu zalda gördüyüm bir dənə qəşəng aparat var idi. Yəni gəzdiyim zalların heç birində yox idi. Çiyini qəşəng izolyasiya edə biləcəyiniz çiyinin yanları. Bu aparat var idi. Bu. İşləyiş qaydası budur. Bu vəziyyətdə. Bax. Bu vəziyyətdə çox qəşəng çiyinləri izolyasiya edir. Bu izolyasiya eləməyin ən qəşəng səbəbi nədir? Birincisi həm stoykalıdır və bunu qaldıranda yük trapesə minmir. Çünki təzə başlayanların problemlərindən biri odur. Qanteli yana qaldıranda buralarından çox trapeslərini və boyun hissələrini hiss edirlər. Bu başlanğıc səviyyələr üçün çox qəşəng aparatlardan biridir. Və bu Prime Gym-də var. Zalımızla tanış oldunuz. Zal geniş zaldır. Hər bir aparat var, hər bir avadanlıq var. Mənə soruşsaz ki, bu zala girib nə məşq eləyərsən? Burada hər bir məşq eləmək olar. Amma əsasən kürək və çiyin məşqini eləyərdim burada. Çünki fərqli gördüyüm aparatlardan biri buydu kürək üçün. Və bu lapatkanın yanlarını işlətmək üçün çox qəşəng bir avadanlıqdır. Bu vəziyyətdə tutulur və kürək maksimum buraxılır. Aşağıda stres eləyib kürəyə sıxmaq olar. Prosta ehtiyatlı olun ki, bir-birinə dəyib problem yaratmasın səslər. Bunu, bu hərəkəti 3 set, 8-10 təkrar aralığında kontrol edə biləcəyiniz səslərlə məşqləri bizə əlavə edə bilərsiniz. Birinci hərəkət olaraq məşqə başlaya bilərsiniz. Və bir də alternativ olaraq kürək məşqi. Burada lat pulldan var. Düzdür, hər zalda lat pulldan görmüşük, amma hər zaldakı lat pulldanlar fərqli-fərqlidir. Biri 2 troslandır, biri çox hündürdür, biri qısadır. Buradakı məsələn hündürlərdən biridir. Bu vəziyyətdə. Hop. Hop. Təbii ki, əlivi aparata vuran kimi, dartan kimi çəkinin və aparatın keyfiyyətini hiss eləmək olur. Elə zallarda var ki, gelirsən, əlivi aparata vursan və ya daşa vursan, nə edirsinizsə, çəkini hiss eləyə bilmirsən. Elə bir 50 kilo dartmağı çağırırsan, amma 50 kilonun keyfiyyətini tuta bilmirsən bədəndə. Bir dənə də burada kürək hərəkəti var. Bu da row hərəkətidir. Bu məsələn biraz alçaqdandır, amma texnocimdəki biraz hündürüdür. Bu da eyni qaydada dartılır, kürək, hop. Eynən, burada bir dənə köhnə aparat yoxdur. Hamısı müasir və təmiz aparatlardır. Yəni, əlivi vuran kimi hiss eləyirsən ki, aparatın keyfiyyəti var. Burada da bir dənə kürək aparatı var idi. Onu da bir dənə göstərim sizə. Çox qəşəng aparatdır. Bunun çox qəşəng olmasındakı səbəb çəkiş hərəkətlərində, row hərəkətlərində çox adam ya bu pozanı tuta bilmir, problem yaşayır, ya belində problemlər olur. Ona görə bu qəşəng bir şeydir ki, sinəvizi bura giriyirsiniz, yəni uzanırsınız və bütün yük düşür qollara bax. İstəsən bu tutuşla eləyə bilərsən, istəsən bu tutuşla və hər iki tutuşda sənə yarayır. Burada çiynəvi buraxdın,
Hop. Çıxışdırırsan bu vəziyyətdə. Kürək üçün qəşəng aparatlardan biridir. 4 ərkək kimi kürəyə 4 ərkək işləyə bilərsiniz. Bu mövzuda da qısa bir məlumat verim. Zala girəndə 5 dənə, 6 dənə kürək hərəkətləri eləyirlər. Yəni bunlara ehtiyac yoxdur. Əgər həftədə bir dəfə məşq edirsənsə, yəni vaxtın yoxdursa, hər əzələn həftədə bir dəfə işlədirsənsə, böyük əzəl olaraq kürəyi nəzərdə tutaq. Kürəyə 4 hərəkət işləsən sənə yetəri qədər kifayətdir. 4 hərəkət amma keyfiyyətli. Yəni necə gəldi yox və yaxud kontrol edə bilməyəcəyin çəkişlərlə yox. Təmiz və səliqəli işləməyə çalışsan, 2 dənə çəkiş hərəkətin ola bilər, 2 dənə yuxarıdan dartış hərəkətin ola bilər. Həm qalınlığı və həm enliyi eyni anda işləyə bilərsən. Yenə də 6 hərəkət, 7 hərəkət işləyib də özünün yormağına dəyməz. Normal işdə, səliqəli işdə və keyfiyyətli işdə. İkinci əzəl olaraq isə işləmək istəyəcəyim bir şey çiyindir burada. Çiyində bu var, bu vəziyyətdə. Burada da hər bir tutuşu var. İstəsən belə vur, bu formada var, istəsən bu formada vur. Hop. Bu da başlanğıc səviyyələr üçün qəşəng hərəkətlərdən biridir. Mexanik hərəkətlərdir. Çünki başlanğıc səviyyədəki idmançıların çoxusu stabilizasiyaları yoxdur, kontrolları yoxdur. İstər sərbəst çəkilə vursunlar, istər qantenlə vursunlar. Bir əl qalxacaq, bir əl qalxmayacaq. Sol əlləri və yaxud sağ əlləri bir qoldan zəif olacaq. Ona görə başlanğıc səviyyələrdə aparatla eləmək daha məsləhət uyğundur ki, birincisi kondisyonumuzu artırır, ikincisi gücümüzü artırmağa kömək edir. Ona görə başlamaz, bəzi trenerlər də var ki, başlanğıc səviyyələrdə ya qantel salırlar, ya bench press salırlar, ya barbellə, hər hansı da, yəni sərbəst çəkişlərini işlədirlər. Mənim düşüncəmə görə bu böyük səhvlərdən biridir. Çünki başlayan biri heç bir onlarda anlayışı yoxdur. Onurğalarını işlədə bilmirlər, oynaqlarını düzgün istifadə edə bilmirlər. Ona görə mexanik aparatlara üstünlük vermək lazımdır ki, biraz bədən öyrəşsin, hərəkət qabiliyyətləri artsınlar. Sonra istənilən bir sərbəst çəki, qantel, barbeldə ki, məşqləri ağır olan hərəkətləri eləmək olar. Çiyin üçün edəcəyim ikinci hərəkət isə, bayaq göstərdim, bu hərəkət olar. Lateral raise, aparatda amma bu formada istifadə olunur. Yəni burada qeyri-adi bir şey eləmək yoxdur. Mexanizm özü sizə nə etməyəcəyinizi göstərir. Əllər buradan içəri girir və dirsəklər bu formada qaldırırsınız. Çiyin üçün edəcəyim üçüncü hərəkət pack fly olar. Çiyinin arxası üçün. Hər videoda demişəm, bu videoda deyirəm. Çiyini estetik və böyük göstərir. 3D formasında göstərən əzələ qrupudur. Onun alternativləri çoxdur. Yəni aparat varsa aparatın daha rahat bu formada işləyib çiyin arxasını inkişaf elətdirə bilərsiniz. Və yaxud bu yoxdursa, facefull eləyə bilərsiniz trosta. O da hər bir videolarda izah eləmişəm. Və yaxud qantellə bu formada əyilib işləyə bilərsiniz. Və hətta gəl belə göstərək. Gəl bura. Qanteli götürmək üçün uzun bir yol qət edirik. Zal o qədər böyüdür ki. Burada oturursunuz, ayaqlarınızı maksimum qabağa verirsiniz. Bu formada çiyinin arxasına qaldırıb işləyə bilərsiniz. Nə qollarınızı çox belə qırırsınız, nə çox açırsınız. Ortasını tutursunuz. Bu formada əgər zalınızda el avadanlıqlar yoxdursa, alternativ olaraq qantellə eləyə bilərsiniz. Zalı gördünüz. Zal yaxşı zaldır. Dünyələr arasında yerləşir. Bayaq dediyim yenə deyirəm. Hər biriniz zala dəvətlisiniz. Gəlib məşq eləyə bilərsiniz. Video xoşunuza gəlsə, videonu bəyənib abunə olmağı unutmayın. Fikirlərinizi rəy bölməsində yazarsınız. Getməyinizi istədiyiniz zal varsa, onu da komment bölməsində bölüşə bilərsiniz. Sağ olun, məşq eləyin, məşqsiz qalmayın.